Nə gözəl. Onda görə bizim etdiyimiz diqqətə necə reaksiya verəcək ustadımız?
Şəmin ötəsi. Zabit mənim necə sürpriz idi? Ay Gülzar xanım, bunu hardan tapmışsınız? Murad, gəl bura. Onu biz tapmamışıq, onu tapan tapıb. Maşallah, maşallah. Sevindiniz sürprizə. Allah sevindirsin hamınızı. Var olun. Zabit müəllim, muğam müsabiqəsinin sonuncu bu muğam müsabiqəsinin ilk həftədə ifa etmişdim bunu deyəsən Murad. Açılışda böyük heyranlıqla, ailəliklə dinləmişik. Bax bunu çox, o qədər möhtəşəm, o qədər hissiyatla ifa eləyib ki, indi də eyni hissiyatla və eyni ürəklə, eyni ruhla ifa elədi. Murad, xoş gəlmişsən. Al bu var mikrofonun, danış. Salam, hər vaxtınız xeyir olsun. Hər vaxtın xeyir. Bütün televiziya izləyicilərim və Azərbaycan xalqını salamlayıram. Çox sağ ol. Buradan təhsil aldığım məktəb, Bülbül adına orta ixtisas musiqi məktəbinin xalq artisti, direktor, xalq artisti, gözəl dirijorumuz Teymur Göyçəyeva və bütün müəllim kollektivinə salamlayıram. Biz də salamlayırıq. Ustada təşəkkür edirəm. 4 ay boyunca əziyyətimi çəkdi, repertuarları seçdi və bizə muğamın sirlərini öyrətdi. Minnətdaram, təşəkkürəm. Əhsən sənə ki, sən də ustadın əziyyətini yerə vurmadın. Bax, belə gözəl ifalarla çıxdın səhnəmizə, xalqımızın sevimlisinə çevrildin az yaşında. Və Bülbül adına orta ixtisas musiqi məktəbində müəllimim Babək Niftəliyevə də buradan salamlarımı bildirirəm. Salamlayırıq biz də dəyərli sənətkarımızı. Xoş gəlmirsən bir daha Murad. Keç əyləş bax o başdan. Zabit müəllim, Murad bax belə geniş danışdı. İstəyirik siz də elə Murad haqqında bir balaca bizə və tamaşaçılarımıza məlumat verəsiniz. Murad kimdir? Ümumiyyətlə sizin ailədə kimdir Murad? Murad mənim qardaşım oğludur. Aha. Lap balaca uşaq olanda gördüm ki, elə can atır, öyrənib oxumağa. Mən bunun üçün evdə balaca tarımız vardı. Bu tarı verdim ki, get tar öyrən. Tar çalgıla. İnşallah yetkinlik devrindən sonra mən səni xanəndə eləyərik də, gəlib oxuyarsan. Uşaq vaxtı oxuyanda səsin sonra qalacaq. Bunu düzlük qoşduq, getdi tar məktəbinə. Musiqi məktəbində baxdım, gördüm, nə tədbirlər varsa, Murad ancaq gedib orada oxuyur. Dedim, Murad ki, oxuyursan, gəl sənə düzəldə Bülbül adına musiqi məktəbinə. Sağ olsun Əflaruz müəllim, zəng verdim, xahiş elədim, dedi ki, Zabit müəllim, gərək imtihan verə. Çünki bizdə hər şey imtihanlandır. Sağ olsun da üzümüzü ağ elədi, getdi salföz öyrəndi, yəni oxumağım mən köməlik elədim, getdi imtihan verdi. Neçə, 2 ildir orada oxuyursan, 3 ildir. Axırın 4-cü ildir ki, gedib orada musiqi məktəbində orada təhsil alır və indi inşallah Allah qorusun, hələ ki mən güya qoruyur, amma məndən gizlin biləm ki, dostdaşla qovmaqra mən toyunda gedib oxuyur, amma olmaz. O maddiyyətə görə kimsə xahiş eləyəndə, kimsə deyəndə ki, gəlsin, oxusun, gedib oxumasın. Bəs yaxşı, sizcə o maddi çətinlikdən irəli gəlir, yoxsa istəyin daha çox olmağından? Gülzar xanım, bilirsiniz necədir? Lap belə qardaşım oldu, elə mənim öz evladım fərq eləmir. Lap mənim özüm olam, ha? Pul elə bir şeydir ki, pul işini şeydir. Getdim bir toyda oxudun, cübə pul qoydularsa, elə istəyirsən ki, gedib orada oxuyub pul kazanırsan. Ay maşallah, Allah özünüzü bol eləsin. Həvəs də var, həvəs də var. Amma maraq da var da. Doğrudur. Mən də istəyirəm ki, biraz o maraqdan hələ uzaq olsun. Yetkinlik devrindən sonra inşallah, hə. Çünki bu vaxtlarında gedib çox oxusa, səsinə ziyandır. Əlbəttə ki, mənim müəllimimin bir sözü var idi. Deyir, bir müddətə qədər səs sənin öz səsindir. Bir müddətdən sonra ailəvin səsidir. Amma bir müddət keçəndən sonra sənin səsin bütün ölkənin səsidir. Ona görə də ölkənin səsinə zədə gətirmək olmaz, zərər gətirmək olmaz. Biz də ümid edirik ki, bax, Murad bizim elə dəyərli səslərimizdən biridir ki, gələcəyə qədər özünü, səsini qoruyacaq, gələcəkdə də gözəl töhfələr verəcək muğam sənətinə inşallah.